Hörmətli izləyicilərimiz, 175 kvadratlıq sizlər üçün 4 otaqlı bir həyət evi göstərirəm. Çox mükəmməl bir həyət evidir. Ümumilikdə 3 sotdan çox torpaq sahəsində inşa olunubdur. 175 kvadrat. Qiymət 168 min manata təklif olunur. Evimizin sənədləri çıxarış xüsusi mülkiyyətdir. Sənədlərin hər biri qaydasındadır. Standartlara uyğun, tam təmirli bir 4 otaqlı evdir. Ev sahibi deyir ki, kim istəsə əgər, evin sıfırdan tikilişində bütün video çəkilişləri, şəkilləri hamısı var, göstərib təqdim eləyə bilərəm. Bir sözün evi tərifləməyə ehtiyac yoxdur. Gözəl bir həyət evidir. Yerləşdiyi ərazi isə Binə Atçılıq massivində, Təzə məktəbinin tam yaxınlığındadır. Çox gözəl bir ərazidədir, hörmətli izləyicilər. Mükəmməl bir qiymətlə də təklif edirik sizlər üçün. Gördüyünüz kimi, həyətyanı sahəmizi tam ətraflı olaraq sizlər üçün göstərək. Zəhmət olmasa evimizin ön görünüşünü böyük planda izləyicilərimiz üçün təqdim eləyək. Hörmətli izləyicilər, çox ideal bir həyət evi göstərirəm. Evin çöl görünüşünün gözəlliyi kimi daxili proyektinin də gözəlliyi var. İlərləyən dəqiqələrdə sizləri tam yaxından tanış eləyəcəyik. Ülviyə xanım, necədir bu ev? Bəyənirsiniz? Çox gözəl bir evdir. Eynən sizin fikrinizdəyəm. Mən elə gəlir ki, izləyicilərimiz də bəyənəcək. Həyətinə rahatlıqla maşın daxil olur. Bu kimi şeyləri demək məncə çox artıq olacaq. Zaborlarla məsafəlidir. Gəldikdə onsuz özünüz görəcəksiniz. Gəlin daxil olaq, evimizin daxili interyeri ilə də yaxından tanış olaq. Buyurun Ülviyə xanım, keçin izləyicilərimiz üçün ətraflı olaraq göstərək. Belə bir teras hissəmiz var. Deməli, mətbəx və qonaq otağından da həmçinin terasa çıxış var. Daxil oluruq evimizin daxili proyekti ilə tanış olmağa. Girişdə belə bir koridor qarşılayır bizi. Gəlin ilk öncə evimizin mətbəx hissəsi ilə tanış olaq. Yer ümumilikdə istifot, avo işləri tam olaraq görülüb, başa çatıb, tam təmirli bir həyət evidir. 168 min manata 3 sot torpaq sahəsində 175 kvadratlıq 4 otaqlı bir həyət evi göstərir. Maşallah, belə bir geniş qonaq otağımız var, gördüyünüz kimi. Ətraflı olaraq göstərək. Qonaq otağından da həmçinin terasımıza çıxış var. Yer laminat döşəmə, tam təmirli 4 otaq. Sıra gəldi çatdı evin otaqları ilə tanış olmağa. İlk öncə sizi tanış eləyəcəm evin kiçik otağı ilə, yəni uşaq otağı ilə. İlərləyən dəqiqələrdə çox gözəl bir otaq göstərəcəm sizə. Keçid alırıq evimizin yataq otağı olan hissəsinə. Belə bir yataq otağımız var. Yataq otağımızın özəlliyi nədir? Daxilində sanitar qovşağı var. Aksesuarların hər biri quraşdırılacaq, təhvil veriləcək. Burada qardırob üçün ayrılmış belə bir yerimiz var. İndi isə tanış oluruq ümumi sanitar qovşağı ilə. Duş kabin üçün də yer ayrılıb, gördüyünüz kimi. Qeyd etdiyim kimi aksesuarların hər biri quraşdırılıb, təhvil veriləcək. Və digər geniş bir yataq otağımız. Qiymət 168 min manata Binə Atçılıq massivində 175 kvadratlıq tam təmirli 4 otaqlı bir həyət evi göstərdik sizlər üçün. Vaxtınızı itirmədən əlaqə saxlayın. Bu və digər evlərimiz üçün mütləq əlaqə saxlayın. Gəlin baxın və gözəl evlərin sahibi sizlər olun. Sağ olun, hörmətli izləyicilər.